Burada marşrutdan çıxmaq olmaz. Zəfər gününün 5-ci il dönümü münasibəti ilə ekstrem sevərlər, gənclər və xaricdən gələn qonaqlarla birlikdə Haçadağa yürüyüş həyata keçirilir. Biz bir qədər sonra Haçadağın, İlan dağın yaxınlığında yerləşən Gal kəndində olacağıq. Artıq biz Gal kəndinə çatdıq. 44 nəfərlik heyət bir qədər sonra Haçadağın zirvəsinə qalxacaq. Burada əhval-ruhiyyə çox yaxşıdır. Onu da qeyd edeyim ki, təhlükəsizlik məqsədi ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və eyni zamanda təcili tibbi yardım xidmətinin əməkdaşları da cəlb olunub. Fərid bəy də mənim kimi Haçadağa, İlan dağa ilk dəfə qalxacaq. 2415 metr yüksəklik. Sizcə biz qalxa biləcəyik yoxsa yox? Ümidvaram ki, qalxarıq. İlk dəfədir bu hisslər də məndə qeyri-adi hisslər yaradır. Çalışacağıq gənclərlə birgə bu dağın ən zirvəsinə qalxmağa çalışaq. Burada marşrutdan çıxmaq olmaz. Bir xətt üzrə gedəsiniz, bir sıra. Və fikirləşməyin ki, məndən qabaqda kimsə gedir. Yox. Kim narahat olsa, yəni deməsin mənə görə dayanacaq, dayanmayacaq. Fövqəladə Halların hissləri var. Həmin o narahat olan şəxsləri yendirəcəklər aşağı. Yürüyüşdə iştirak edəcək hər bir şəxs məlumatlandırıldı və bu andan etibarən hər birimiz zirvəni fəth etməyə hazırıq. Zəfər bizim, zirvə bizim! Artıq müəyyən qədər məsafə qət eləmişik və bu ərazidə bir qədər dincəlib, istirahət edib, nəfəs dərdikdən sonra yolumuza qaldığımız yerdən davam edəcəyik. Hazırda isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirakçılara lazımi məlumatları çatdırırlar. Yürüyüşdə iştirak edənlər arasında Türkiyədən və İrandan olan tələbələr də var. Xoş gəlmisiniz Azərbaycana, İrandan. Necədir Haçadağa qalxmaq? Yaxşıdır. Yorulmusunuz deyəsən. Hə, yorulmuşam. Və sizdə vəziyyət necədir? Süper, âlâ gidir. En geçengi Haçadağ'dır. Zafer bizim, vatan bizim diyorum. Yoluma devam ediyorum. Çok teşekkür ederim. Daha öncə belə dağ yürüyüşlərində olmusunuz? Bir iki defa olmuşam ama Karadeniz'deydi. Yeşillik arazideydi. İlk defa kırsal kesimde bunu entelektüel bir şekilde experience eyleyirəm. Bəs bura çətindir yoxsa ora? Bura daha çetin ya. Bəs sizdə necədir? Daha öncə iştirak eləmişsiniz, yəni belə dağ yürüyüşü? Eləmişəm İranda, amma bu qədər çətin olmamışdı. İran hansı şəhərindənsiz? Urmiya şəhərindən. Ürək sözlərim, zəfər bizim, bayraq bizim. 44 nəfərlə Haçadağ edilən bu yürüyüşü əslində Zəfər günü ilə bağlı ən anlamlı tədbirlərdən biri hesab eləmək olar. Çünki biz bu enişli yoxuşlu yolları qalxdıqca anlayırıq ki, şanlı ordumuz o Şuşada yalçın qayaları necə çətinliklə qalxıb və hansı uğurlara imza atıb. Düzdür, biz onların etdiyini heç 1%-ni belə etmirik hazırda. Lakin bu yüksəklikləri qalxdıqca biz daha dərindən dərk edirik ki, ordumuz hansı şəraitdə, necə bir vəziyyətdə qələbə qazanıb. Allah şəhidlərimizə rəhmət eləsin, xatirələri hər zaman əziz olsun. Qonaqlar arasında Turizm Departamentinin dəvəti ilə bura gələn təcrübəli səyyah Murad bəy də yanımızdadır. Murad bəy, burada olmaq necə hiss etdirir? Başqa yerlərdən fərqi nədir? Bir çox ölkələrdə əsasən də Alp dağlarında çıxmış dağçılıqla məşğul olmuşam. Amma sırf burada Zəfər günü özəl olduğu üçün çox qürur hissi ilə buranı qalxıram və ümid edirəm ki, tam zirvəyə qalxıb çata biləcəm. Çünki heç bir şey garanti vermir ki, çox profesional bir dağçı olsam belə hansısa bir dağın zirvəsinə qalxıb çata biləcəyi heç bir garanti vermir. İnşallah qalxıb zirvədən də bu gözəl mənzərəni izləyərəm.
Artıq 2000 metrə yaxın yüksəkliyi qət eləmişik, düzdür. Hələ yolumuz çoxdur, hər birimiz də yorulmuşuq. Amma buna baxmayaraq motivasiyamız yerindədir. Biz bu zirvəni fəth edəcəyik. Nəhayət Haça dağın zirvəsinə gəlib çatdıq. Bununla da Zəfər gününün 5-ci ildönümünə həsr olunmuş yürüyüş başa çatdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Haça dağa zirvə yürüyüşü Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda Naxçıvan Turizm Departamenti tərəfindən birgə təşkil olunmuşdur. Eyni zamanda təhlükəsizlik tədbirləri ilə bağlı biz bir daha təşəkkür edirik. Həm Fövqəladə Hallar Nazirliyi, həm Səhiyyə Nazirliyinin əməkdaşları bizimlə bərabər idilər. Onlar da çox əmək sərf etdilər. Zirvədə həm ümumilli lider Heydər Əliyevin, həm şəhidlərimizin əziz xatirəsini yad etdik, dövlət himnimizi ifa etdik, şüarlar səsləndirildi. Biz qürurla deyə bilərik ki, gənclərimiz, idmançılarımız burada xüsusi belə deyək, fədakarlıqla iştirak etdilər. Çünki həqiqətən də o zirvəyə qalxanda anlayırsan ki, xüsusən də mən özüm də tam zirvəyə qədər qalxmışdım və yol üstü gənclərimizlə söhbətləşirdik. Yəni onlar da dərk edirlər ki, bax bizim qəhrəman oğullarımız Şuşanın o sıldırım qayalarında necə çətinliklər çəkiblər. Bizim də əsas amalımız o idi ki, gənclərimiz bax bu tarixi zəfərin mənəvi dəyərini, bizim qəhrəmanlarımızın belə deyək, fədakarlığını bir növ anlasınlar, yaşayaraq anlasınlar, dərk etsinlər.